Demək, bu günləri biz sizlə keçdiyimiz bu metodlar, rejimlər ki var, bunlara aid fərqli nümunələr işləyəcəyik. Yəni konkret müəyyən bir mənada real e, səviyyədə istifadə edilə biləcək, yəni gündəlik həyatımızda istifadə edəcəyimiz bir proqram nümunəsi kimi də deyə bilərik ki, biz onlardan işləyəcəyik. Yəni həmişəki kimi də real ssenariyalar üzərində. Bir də indiyə kimi işlədiyimiz mövzular ki var, keçdiyimiz mövzular ki var, onlardan da inteqrasiya eləyəcəyik ki, yəni fayl input-output sistemi, yəni fayl yönətimi ilə o digər mövzuları necə bağlamaq olar, necə əlaqəsini yaratmaq olar. Mesela bu hissələrə baxacağıq sizlə bir yerdə. İlk öncə belə bir nümunə işləmək istəyirəm. Məsələn, gündəlik qeydləri yazan və oxuyan bir proqram işləyəcəm. Bu günləri bir dənə Səid yoxdur dərsə, ona da axşam özümüz təkrar keçərik. Yəni nümunələri izah edəcəm. Hamı yerindədir yəni. Hə. Demək, bizim gündəlik qeydləri bir dənə fayl yazaq. Məsələn, biri dəyişim. Bir dəqiqə. Bir dənə məsələn diary.txt adında bir fayl yaradım. Diary.txt adında bir faylımız olacaq. Bura bu gündəlik qeydləri bu fayla həm yazacaq, həm də oxuyan bir proqram. Yəni yaradırıq. Yəni istifadəçi hər dəfə bu proqramı işə salanda, icra edəndə gündəliyinə məsələn yeni qeydlər yazacaq. Bu diary gündəliyinə. Əvvəlki qeydləri də oxuya biləcək. Beləsinə bir proqram yaratmaq istəyirəm. Məsələn, bir dənə funksiya yaradaq. Günlük proqram adında bir funksiya yaradırıq. Günlük proqram adında bir funksiya yaradırıq. Bir dəqiqə. Burada fayl adını qeyd edirik. Fayl adını dırnaq arasında diary.txt kimi qeyd edirik. Yaratsaq da, əgər bu fayl mövcud da olsa, bu şəkildə dəyişənə mənimsədir, sonra onu with-lə çalışdıranda çağıra bilərik. Və printlərimizi qeyd edək ki, proqramı icra edəndə, funksiyanı çağıranda hansı ekrana yazılar çıxsın. Məsələn, 5 dənə belə xətt olsun. Gündəlik, məsələn, qeyd proqramı. 5 dənə də belə xətt burada qalsın. Belə də hər hansı bir şey olsun, fərqi yoxdur. Bizim menyumuz olacaq. 2 dənə menyu. Bir əvvəlki qeydləri oxumaq olsun. Məsələn, ona 1 deyək. Qeydləri göstər. Dedik axı istifadəçi proqramı icra edəndə, çalışdıranda ya qeydləri oxuyacaq, ya da ki, yeni qeydlər əlavə edəcək. Print. Əgər uşaqlar mənim səsim falan pis gəlsə, zəif gəlsə, eşidilməsə, mənə WhatsApp-dan yazın ya yığın tez şəkildə. Mən mikrofona falan da nəzarət edeyim burada. Və ikinci seçimimiz də yeni qeyd əlavə et olacaq. Yeni qeyd əlavə et. Bunlar gəldi. İndi təbii ki, bizim bir seçimimiz olmalıdır. Orada bir şərt operatoru ortaya getməlidir. Bir dənə seçim adında həmişəki kimi bir input fayl yaradırıq. Burada deyirik ki, seçim et. Seçim et. Mötərizə qoyuruq. 1 droplu tapa bilsə əgər 2 və bir dənə də qoşu nöqtə. Buradakı qoşu nöqtəni silək, biraz səliqəli görünsün. İndi şərtimizi başlayırıq. If seçim 1. Əgər ki, qeydləri görmək istəsə bu adam, onda nə baş verəcək? Yəni, try verək. Try exit-dən istifadə edək, təzəlicə keçmişik. Yəni, faylın mövcudluğunu falan yoxlasın ki, fayl mövcud olsun. Bir də biz dedik axı, burada tez-tez xətalarla qarşılaşa bilərik. Bu xətaların qabağını almaq üçün try exit-dən istifadə eləməyimiz yaxşı olar. With open. Burada faylın adımız olacaq. Elə fayl adı dəyişəni bura yazırsan. Çünki mənimsədiyi string daxilində diary.txt-dir. Və mən bura metodumu yazacağım, rejimimi. R modunda açacağım bunu. As
F deyək həmişəki kimi. İndi bir məsələ var burada. Bu diary.txt adında bir faylımız yoxdur və biz də demişik ki, R modunda əgər fayl mövcud deyilsə onu yaradır. With open. Ona şərait yaradacaq. Fayl adını qeyd edirik. Nə adda yaransın? R. Və baxacaq ki, bu papkada fayl yönətimi papkasında belə bir adda fayl yoxdur. O yaradacaq. Sonra başlayacaq ora qeydləri yazmağa. Və yaxud da oradakı qeydləri Daje read bu read metodudur. Mən write ilə qarışdırdım bircə dəqiqə. Burada mütləqdir ki, onu yoxlayacaq. Bu fayl varmı, yoxmu? Əgər sən bura qeyd əlavə eləməmisənsə, biri seçirsənsə, təbii ki, burada bir xəta baş verəcək. Biz ona görə try execute istifadə edirik. Mən ağlıma yenə write getdi. O məsələn burada çaşdıq. Read oxumaqdır. Yəni sən mövcud olmayan faylı oxuya bilmərsən. Onda sən file not found errorla qarşılaşa bilərsən. Amma write də elədi ki, sən bunu məsələn write eləsəydin, W yazsaydın, bu fayl mövcud olsa da, olmasa da sıfırdan yaradacaqdı. Bax, burada belə bir məsələ var. Readdə amma mütləq fayl mövcud olmalıdır. Ona görə biz bunu try-da nə edirik? Qeyd edirik. Bir dənə də print verək ki, nə bilim, mövcud qeydlər biraz səliqəli şəkildə drop in ilə verək. Mövcud qeydlər. Tre dırnağı sildik ona görə. Xəta baş verdi. Aha. Bir də nə edirik? Print F read edirik bunu. Yəni F, yəni bu diary.txt-ni read eləyəcək. Except'in qeyd eləyək. Except file not found error. Əgər ki, bu xəta ilə qarşılaşsaq, yəni viz işləməsə, əgər ki, necə deyim, bu fayl yaradılmayıbsa, onda nə olacaq? Print qeyd faylı tapılmadı. Qeyd faylı tapılmadı və yaxud da hələ heç bir qeyd yoxdur. Hələ heç bir qeyd yoxdur. Yəni, iki vəziyyət ola bilər. Ya sən faylı yaratmışsan, içinə heç bir qeyd yazmamısan, yaxud da ümumiyyətlə faylı yaratmamısan. Vəziyyət məsələn budur hazırki momentdə. İndi elif atırıq, seçim 2-ni seçsə, yəni yeni qeyd əlavə eləmək istəsə nə edəcək? Qeyd adında bir dənə input faylı yaradırıq. Yazıram bura ki, bugünkü qeydini əlavə et. Yaxud da bugünkü qeydinizi yazın deyək. Qeydinizi yazın. O belə olsun. İndi with open yenə fayl adı. Bunu append metodu ilə edirəm. Son əlavə eləmək üçün və hər dəfə yenidən faylı təkrar yaratmasın deyə. Yenə təbii ki, as F eləyim və F write eləyirəm. Olsa bunların bir-birinə qarışacağı yoxdur. Sən hansı şərti yerinə yetirsən, onda bu F olacaq. F write eləyək. Bura mən yazıram qeyd. Yəni qeydi bura əlavə eləsin. Plus drop-in də əlavə edirəm bura. Belə. Ki, bəs hər dəfə biz yeni qeyd əlavə eləyəndə həmin qeydləri belə deyək, növbəti aşağı sətrə əlavə eləsin. Məsələn, qeyd plus drop-in o deməkdir ki, qeydi yazacaq. Qeydi məsələn belə yazacaq. Keçəcək aşağı sətrə. Növbəti qeyd artıq buradan yazılacaq. Plus drop-in yenə aşağı sətrə keçəcək. Burada bax, ona görə qeyd plus drop-in yazmışam. Bu vəziyyət də başa vurulandan sonra, bir dənə ümumi sonda yazırıq ki, print, məsələn, qeydiniz uğurla tamamlandı. Yazmaya da bilərsiniz, yaza da bilərsiniz, uğurla tamamlandı. O zaman mesaj kimi versin ki, biz bilək ki, düz elədik vəziyyəti. Ona görə məsələn bunu yazırıq. Bir də bizim else-miz olacaq təbii ki. O da ki, adam gəlib 1-2 yazmaq əvəzinə başqa şeylər yazsa, print yanlış seçim. Bu limitləməni də buradan verək. Yanlış seçim etdiniz. Все. İndi proqramı məsələn işə salaq. Proqramı işə salaq. Bir dənə ümumi olaraq proqramı nəzər gəzdirim. Yəni, hazırki vəziyyətdə bir problem yoxdur. Proqramı necə işə salacaq? Günlük
proqramı icra edəcəyik. Gündəlik qeyd proqramı qeydləri göstər, yeni qeyd əlavə elə. Mən məsələn qeydləri göstərmək istəsəm, qeyd faylı tapılmadı və hələ heç bir qeyd yoxdur kimi bir mesaj gələcək və hazırki vəziyyətdə də papkamızın içərisində yeni bir qeyd faylı yoxdur. Append metodu ilə yazıram. Fayl mövcud olmayanda xəta vermir, onu yenidən yaradır. Bugünkü qeydinizi yarazın. Məsələn, mən bugün 18:00-da dərs keçdim. Qeydiniz uğurla tamamlandı və burada diğer text deyə nə elədik? Qeydimi yazdım. Təkrar yenə yeni qeyd əlavə edirəm. Məsələn, 28 may müstəqillik günüdür. Müstəqillik günüdür. Bu münasibətlə parka gəzməyə çıxdım. Yəni də hər hansısa bir şey. Qeydiniz uğurla tamamlandı. Bir də çalışdıraq. Bir dənə də qeyd əlavə edirəm. Sonra nə yaza bilərik? May ayının sonu yaxınlaşır. Nəsə də özümüzə bir qeyd proqramı sonu yaxınlaşır. Bunları elədik. İndi gəlib qeydləri göstərsək, yazırıq. Mən bugün 18:00 dərs keçdim. 28 may müstəqillik günüdür. May ayının sonu yaxınlaşır. Hər dəfə drop in-lə bu əlavələr olur. 100% ki, burada əlim pro belə deyib, ona görə burada boşluq olur. Yoxsa həmin boşluq burada da buraxılardı. Bu belə. Burada bizim demək gördüyümüz işlər elə çətin işlər olmadı. Bir dənə ümumi olaraq proqrama baxırıq. Bunlar heç sadə şeylərdir. Burada seçim inputu yazmışıq. Bunu dəfələrlə eləmişik. Məncə burada bir problem yoxdur. Bunun şərtə çevrilməyi, stringdən niyə verməyimiz falan filan kimi məncə bir problem olmaz. Gələk öz dərsimizə, keçdiyimiz dərsə. Try except'i niyə verdik? Çünki read mövcud fayl olmayanda xəta yaradır. Əgər ki bizim faylımız mövcud deyil və sən oradan nəsə oxumaq istəsən, file not found errorla qarşılaşacaqsan. Yəni fayl tapılmadı xətası. O da burada qeyd eləmişsən ki, qeyd faylı tapılmadı və hələ heç bir qeyd yoxdur kimi bir şey verdin. Belə deyək, fayl olsa da, qeyd olmasa da bu xəta verməyəcək. Amma sadəcə biz özümüz belə bir şey yazmışıq. Yəni o yazmasaq da olar. Onun xəta ilə əlaqəsi yoxdur. Əsas xəta faylın tapılmamağıdır. Ki biz onu yaratmaq üçün, demək nə etdik? Getdik burada ikinci seçimi yaratdıq. Yeni qeyd əlavə. Əslində bir seçim yaradıb, məsələn nə edə bilərdik? Faylı yarat kimi. Yəni hələ ki ehtiyac duymamışıq. Onu da biraz genişlədərik. Bu sadə nümunədir. İkinci seçimi aktiv elədik. Ki burada bir dənə input faylı yaratdıq. Burada faylımız nə edir? Append metodu ilə əlavə edir. Append metodu həm yazmaqdır, sona yazmaq metodudur. Fayl yoxsa xəta vermir. Yeni fayl yaradır və ora yaradır. Write metodu hər dəfə yeni fayl yaradır. Append isə hazırki faylın sonuna əlavələr edir. Write metodu ilə append rejimi, write metodu qarışır və hər dəfə mövcud olan qeydlərin, mövcud olan yazıların sonuna əlavələr edir. Bu belə. Qeydimiz uğurla tamamlandı. Burada elə bir çətin bir şey yoxdur. Sadəcə dediyim kimi bunu inteqrasiya eləmişik. Müəyyən bir proqram daxilində yazmışıq deyə artıq daha maraqlı və daha qəşəng hala gəldi məncə. O yuxarıdakı nümunələrdənsə belə bir yaxşıdır. Bu proqramla bağlı sual var. Aydın. Aydındır. Aydın mənimdir. Tamam. Bu proqramda nə öyrənə bilərik biz? Yenə bizin istifadəsinin append rejimin, sonra fayl oxuma rejimi, read, try execut'i ilə öyrəndik. Input'u da bilirdik. Başqa nümunələrə keçək. Biraz daha çətin nümunələrə keçək. Onu burada saxlayıram. Elə buna oxşar bir nümunə yazacağam. Bu qeydlər idi. Bir də var to-do list proqramı yazaq sizlə. To-do list bilirik nədir? To-do list. Ediləcəklərin siyahısı olmalıdır. Bəli, ediləcəklərin siyahı. Məsələn, mən to-do list proqramım Notion'dur. Mən burada işləyirəm.
Bütün to-do tapşırıqların tıkatıram, nə bilim, zəncir hazırlamışam orada. Beləsinə özüm üçün maraqlı gələcək şeylər edirəm. Motivasiya olsun, disiplin olsun deyə. Sizə də məsləhət görürəm bu proqramı işləyin. Barış Özcanın videosu olmalıdır. Barış Özcan da səhv eləmirəmsə adamlardır. O Notion izah edirdi. Baxın, qəşəng proqramdır. Burada OS modulundan istifadə edəcəyik, sistem modulundan. Az-maz müəyyən metodlar var ki, məsələn, keçən dəfə sizlə bir-ikisinə baxdıq. Onlardan inteqrasiya edəcəyik də güclü böyük bir proqram işləmirik. Kiçik, sadə bir proqram işləyəcəyik. Yəni yenə terminal interfeysində bir nümunədir. Sadəcə ən azından to-do list proqramı yaradası olsa, hansı alqoritmdən istifadə edəcəyimizi bilək ki, yəni orada struktur necə olacaq. Məsələ görüntü deyil. Məsələ o dediyim kimi arxada yatan o kod hissəsidir. O bazadır ki, biz onu bilməliyik, o alqoritmi başa düşməliyik. Burada demək, nədən istifadə edəcəyik? OS modulundan istifadə edəcəyik. Keçdiyimiz fayl metodlarından istifadə edəcəyik. Stripdən, string metodundan da istifadə edəcəyik. Enumeratedən istifadə edəcəyik. Yəni, belə azmaz qarışıqlar eləmişəm ki, fayl metodunda, fayl yönetimində istifadə edilə biləcək inteqrasiyalardır ki, əlavə eləmişəm bura. Nəsə vaxt itirmədən tez olacaq proqramımızı başlayaq. OS dedik ki, sistem moduludur. Operation System gedir bunun açıqlaması. Əməliyyat sistemlərində görərsiniz. Nə bilim, MacOS, Windows, nə bilim, o özdə bir OS-dir. Linux OS-dir. Nə bilim, DOS OS-dir. Yəni, hamısı Operation System, əməliyyat sistemi deməkdir. Bu OS modulu da həmin moduldur, əməliyyat sistemi moduludur ki, burada sistem əməliyyatlarını yerinə yetirmək üçün istifadə. Çox maraqlı və geniş moduldur. Onu ayrıca bir böyük şəkildə keçəcəyik. Çünki OS modulundan istifadə ediləcək, bilirsiniz nə qədər şey var. Yəni, çoxdur. Yəni, bunu deyim ki, real kompüterdə eləyəcəyiniz bütün belə görünən vizual əməliyyatların hamısını kodlarla yaza bilərsiniz. Fayl aç, fayl bağla, faylı sil, nə bilim, faylı adlandır. Hətta avtomatlaşdırma əməliyyatlarını da bu moduldan eləyəcəyik. Yenə həmişəki kimi bunu belə yazaq. Bir dənə funksiya yaradırıq. Proqramımızı çalışdırmaq üçün bir funksiyamız olmalıdır. Ümumiyyətlə bir proqram yazırsansa orada bir funksiya olmalıdır. Bir sinifdən də istifadə edə bilərsən. Amma biz hələ ki funksiyadan istifadə edirik. Fayl adını qeyd edək. Bunu belə eləyək. İngiliscə yazaq. File name. Məsələn, tapşırıqlar task deməkdir. Tasks texti. Texti də text faylıdır. Mətn faylı. Onu da yəqin ki, informatikadan bilirik. Yenə print olsun nə? Bir mövcud tapşırıqları göstər. Bayaq ki, yuxarıdakı proqramın strukturuna bənzər bir şey eləyəcək. Mövcud tapşırıqları göstər. Print. Yeni tapşırıq əlavə et. Bu da belə. Bir dənə də seçim yaradırıq, həmişəki kimi. Inputla ki, seçiminiz. Şunu bir dənə qoyduq. Və başlayırıq tez bir zamanda şərt operatorlarını işləməyə. Əgər ki, seçim 1 olsa, nə edəcək? Seçim 1 olsa, mövcud tapşırıqları göstər. Mövcud tapşırıqları göstərməyimiz üçün bizim faylımız öncə mövcud olmalıdır. Bizə demişdik, faylın mövcud olmağını yoxlayan OS-də bir metod var. Path exist yazılır. OS path exist. İndi şərt içində şərt yaradırıq. Şərt içində şərt yaradırıq ki, seçim 1 olsa və fayl mövcud olsa, təbii ki, bunu təkcə burada da eləyə bilərdik. And OS exist falan yazılıb, amma biz beləsini eləyək ki, it's based olsun. Fayl mövcud olmadan da
O xəta ilə qarşılaşa bilək. OS patch yazılırdı. Patch DD. Exist. Genel. Görürsünüz hələ bunun xırdalıqlarının görün nə qədər şey var. Nədir onun adı? Metodları var. Fayl adını bura qeyd edirik. File name yazmışam. Qoşa. Təbii ki, bu dediyi ki, bizə hansı cür nəticə verirdi? True, false nəticəsi verirdi. Bunun nəticəsi true olsa, proqram işləyəcək, davam edəcək. False olsa, təbii ki, proqramımız işləməyəcək, else keçəcək. Bu da haçan true olacaq? Faylımız mövcud olsa, task.txt adında bir burada faylımız olsa, onda true olacaq bu. Всё. O halda, true olan halda neynəsin? File name read metodu ilə açsın. Read metodu yox, read rejimi ilə. Mən hər dəfə bunları səhv deyirəm, amma siz diqqət edin. Read rejimi ilə açsın və print eləsin. Bir dənə drop-in ataq bura. Tərs drop-in. Tapşırıqlar. Bunları göstərsin və bunu da şey ilə yazaq, gəlin. Dövrlə yazaq. For sətir, yəni orada biz sizə tapşırıqları məsələn alt yazırıq da biz. Giririk, çıxartırıq, nə bilim üstünə xətt çəkirik, yanına quş qoyuruq. Sətir göstərsə daha qəşəng məncə görünər. For sətir in F. F qoyduq axı file name-in adını. F print. Tire qoyaq hər tapşırığın başlığına. Belə. Vergül ataq. Drop-inləri silsin deyə sətir stripdən istifadə edəcəm. Sətir nöqtə strip. Sətir strip verəcəm. Orada artıq əski bütün işarələri silsin və sadəcə səliqəli şəkildə xarakterləri, simvolları saxlasın. Bu indi burada qalsın. Else-yə qayıdaq təzədən. Bunun ertəsinə. Ki, bəs burada ikinci verək ki, tapşırıq siyahısı boşdur. Və ya fayl yoxdur. Belə bir şey deyək. İndi özümüzə məntiqli olsun deyə, maraqlı olsun deyə deyirəm. Eləncini yazaq. Bunlar elə burada. Haqq edəcəm, açdım. Nəsə qalsın belə, problem yoxdur. Onsuz da hamısını kildə alacaq əvvəl axır. Tapşırıq siyahısı yoxdur və fayl boşdur. Bunu da yazdıq. Keçək indi bunun elifinə. Əgər ki, 2 seçilsə neynəyəcək? Ona baxaq. Tapşırıq əlavə edəcək təbii ki. Tapşırıq adında bir dənə input faylı yaradırıq. Yeni tapşırıq. Yeni tapşırığı yazın. Bunu yazdıq. Yenə with-lə faylımızı açacağıq. File name. İndi yenə append metodundan istifadə edəcəyik. As if qoyuram da. Və append metodu dedim yenə. Append rejimi ilə açacağıq. Məncə dilim öyrəşib metod sözünü ona görə çalışıram. Write metodundan istifadə edəcəyik. Çalışdığım qədərini sizlə birdə düzəldirəm. Buradakılar rejimdir, buradakılar metoddur. Rejimdə neynəsin? Tapşırığı əlavə eləsin bayaqki kimi. Plus drop-in ki, səliqəli görünsün. Təbii ki, bunu dırnaqda yazacağıq. Hər tapşırıqdan sonra alt sətrə keçsin. Səliqəli görünsün deyə. Burada bir dənə print ataq ki, tapşırıq uğurla əlavə edildi. Bayaqki kimi də tapşırıq əlavə edildi. Bunu da qeyd eləyəcəyik. Bir də bunun else-si olacaq ki, yanlış seçim olsun. Kimsə məsələn gəlib 3 saat yazmasın. Yanlış seçim olan halda da bu else işə düşsün. Və proqramımızı çalışdıraq. To-do list çağırdıq. Çalışdır, mövcud tapşırıqları göstər. Birinci bunu işlədirik. Tapşırıq siyahısı boşdur və fayl yoxdur.
Demək ki, biz tapşırıq əlavə etməliyik. Məsələn, yeni tapşırıq yazın. Kitab oxu. Bunu dövrə də sala bilərik. Sonsuz dövrə bricklə yaddan qıra bilərik əslində. Tapşırıq əlavə edildi. Nə bilim, kursu keç. Mən öz tapşırıqlarımdan məsələn yazım biraz bura. Sistemə bax, belə bir şey atıram bura. Bizim bir sistem var ora. Göz gəzdirməliyəm sonda. Planları yaz. Bu da bir tapşırıqdır. Necə ki, indi yazıram. Sonra məsələn nə olsun? Biraz hobbi ilə məşğul ol. Məsələn, hobbilərimdən şey var, crossword işləmək var, sudoku oynamaq var, ümumiyyətlə kompüter oyunu falan kimi beləncə hobbilər var. Hər hansı da yəni belə Mənim sesimi eləməmiş yazırdınız bir yaxdan. həqiqiətən. Mən indi fikir verdim ona. Görürəm ki, burada mən 2 dənə qoşaraqda indi aldım axı. Vay. Heç bir əlavə olunmayıb. Nətər fikir verməmişəm mən. İnanın axırıncıda başa düşdüm ki, tərsliyi var. Bir dənə kitab axı əlavə olunur. Nəsə, təzədən yazarıq. Problem yox. Kursu keç. Deyirəm amma bu tapşırıq əlavə edildi, yazmırıq bura. Başqa şeylər gəlir. Yanlış seçim gəlir hər dəfə. Mən də şeydir, fikrim bilsiz başqa yerdə də havadadır, şeyi fikirləşirəm. Burada da əl avtomatik yazır. Məndə o adətdir, ekrana baxmadan yazıram. Yaxşı dedin Həsən. Axırda baxanda deyəcəkdim, hanı bu tapşırıqlar. Görürsüz, kompüter belə adamı şey deyir. Motivasiyadan salır ki, iş görməcinən də. Həvəsdən saldırır. Vay. Necə olub ya bu? Hobbilərlə məşğul ol. Seçimi eləməmiş tapşırıq yazırmışam. Vay. İndi bir dənə mövcud tapşırıqları göstərək. Bax, gördüyümüz kimi burada qəşəng sərgəli şəkildə bunlar gəlib. Məsələn, qabaqda Tkinter modulu gözləyir bizi. Tkinter modulu ilə bunu vizual şəkildə də görünə biləcəyik. Məsələn, girib tık ata biləcəksən, sonra da düyməyə basa biləcəksən. İndi hazırki vəziyyətdə sən ora sadəcə nə edirsən? Tapşırıqları. Task listi də yarandı. Burada sənin tapşırıqların qeyd olundu. Və görürsən ki, tapşırıqların belə adi şəkildə qeyd olunub. Drop-in ilə əlavə edilib. Amma ekranı çap eləyəndə nə ilə çap elətdiririk? Tire ilə çap elətdiririk. Onu harda yazmışıq? Bax, burada yazmışıq. Bir dəqiqə, hanı? Bax, burada. Onu burada yazmışıq. Və indi burada stripi sileyim. Bir dənə stripi silək. İndiki bu adi vəziyyətlə baxaq. Stripi siləndə bax, görürsünüz şeydə əlavə şeyləri nəzərə almır. Məsələn, boşluqları silmir. Artıdakı boşluğu silmir. Adi vəziyyətdən sən yazır. Amma strip ona görə işimizə yarayır ki, bütün o boş xarakterlər ki var, hərflərdən kənar. Bax, onları yox eləyir. Onları yox eləyir və daha biraz sərgəli şəkildə yazır. Sən bura bir dənə boşluq ataq. Bura bir dənə belə boşluq atsaq. Təzədən çalışdıraq bir dənə bunu. Da, məsələn, görürük ki, burada məsələn biraz fərqlər var. Yenə biraz strip bizim necə deyim, o mənasız şeyləri səlqəyə salır. Bax, gördüyümüz kimi. Vəziyyət budur, amma bizə bu şəkildə göstərir stripin vasitəsilə. Keçən dəfə mən bunu splitlə qarışdırmışam. Dirəşirəm ki, bəs bunu niyə şeyləmir, vergüllə ayrılanları niyə vergülləri yığışdırmamış yazılır? Bəs belə. Aydın oldu bu proqram. Burada bir sualımız var. Xeyr, mənim yox. Həsən, sənə də yəqin ki, aydın olar bu. Yaxşı kimi eyni. Aydındır mən. Bax, görürsünüz, maraqlı bir proqramdır bu da. Yəni, OS modulundan istifadə etdik. Funksiyalar yenə həminki metodlar. Biraz maraqlı oldu, çünki seçim eləməmiş götürüb tapşırıqları yazıram və mən də deyirəm ki, niyə? Nəsə tərsliyi var. Niyə bizim işimiz tam alınmır? Sonra məsələn, istifadəçi qeydiyyat sistemi də eləyə bilərdik. Burada da struktur eyni bunlar kimi olacaq. Məsələn, necə olacaq? Mövcud tapşırıqlar əvəzinə şey olacaq. İstifadəçi siyahısını göstər. Burada da yeni istifadəçi qeydiyyatı olacaq. Bax, belə. Sadəcə sən nə edəcəksən? Adları yazacaqsan, onları əlavə edəcəksən.
biraz fərqli bir şey deyək. Məsələn, hesab girişi simulyasiyası eləyək sizlə. Elə bir simulyasiya yaradaq. Parolları yoxlamaq. Üçüncü nümunə kimi. Hesab giriş simulyasiyası qoyaq bunun adını. Bir dənə OS modulundan yenə istifadə eləyək. Def hesab girişi və yaxud da login də yaza bilərik. Login yazaq elə. Bir dənə fayl adımız nə olsun? Fayl adımız hesab txt qoyaq. İndi belə bir şey yaradaq. If not OS notu bilirik ki, true'nu false eləyir, false'u true eləyir də. Exist file. Əgər ki, yəni deyir, fayl mövcud deyilsə, bu o deməkdir. Çünki bu OS pass exist faylın mövcudluğunu yoxlayır. Bu true'dursa, orada bu ümumi olaraq necə oxunacaq? Əgər ki, fayl mövcud deyilsə. Sırf bu isə true olsa. Çünki not qoymuşuq qarşısına. Əgər ki, fayl mövcud deyilsə, biz onun daxilini yazırıqsa, demək ki, o haldan keçib bu. Print eləsin. Bir dənə mesaj yazaq ki, əvvəlcə hesab yaradılmalıdır. Proqram yazanda bunlara diqqət eləmək lazımdır. Sən proqramın nə iş görür, niyə yarayır? Məsələn, orada sənin qarşılaşacağın məqamları özünə bildirməlisən. Bu necə ki, bunun kimi. İstənilən proqramda. Bir dənə hesab yaratmaq üçün bizim bir adımız olmalıdır, username'imiz olmalıdır. Mən elə ad yazıram. Input qoyuruq, bunu input sistemindən yaradırıq. Məsələn, ad daxil et. Bir də parolumuz olsun. Bunu da input sistemindən edirik. Parol da mütləq inputla yazılmalıdır. Orada ədəd belə olsa, parol daxil et. Sonra bunu viz ilə açaq. Viz open. Mötərizə file qeyd edəcəyik. Write metodunda açacağıq. Write rejimində açacağıq. Yenə fikir verdim ki, dedim düz deyim, bu dəfə yenə çaşdım, səhv dedim. Write rejimində açacağıq. Yeni bir fayl yaradacağıq. Append-dən eləmirəm, biraz fərqli eləyək. Və F-ə write eləyək ki, hesab yaradıldı. Sadəcə bu mesaj. Faylımızın daxilinə yerləşdirilsin. Bir də return verək bura. Bu vəziyyətdən sonra. Bircə dəqiqə. F-write. Çaş deməyim. Heç şeyləri qeyd eləməmiş. Bu adla parolu qeyd eləməmiş. Niyə bunu verir? Bunu printlə verərik də elə. F-write-da olsun adımız və parolumuzu qeyd eləyək. Ad və parol. Bunları alt-alt yazsam mı, o yaxşı olar, yoxsa yanbaya yazsam mı? Nəsə alt-alt yazaq, biraz səliqəli görünsün. Drop in plus parol. Qoy bunu qeyd eləyək, ondan sonra bu returnu verərik biz. Returnu bura atırıq. Printi verək ki, hesab yaradıldı. Heç bunu şeydə niyə yazırıq ki, mən başım çıxır. Faylın içində yazmağa ehtiyac yoxdur. Mən çaşmışdım sadəcə. İndi bunun işlənmədiyi halda, yəni bu təbii ki, funksiyanı çağıranda bu birinci şərt yoxlanacaq da. Bu işlənsə də, işlənməsə də, indi hazırki vəziyyətdə bir dənə print verək ortaya. Hesab giriş adında. Hesab girişi. Hesab girişi adında bir dənə vəziyyət yaradırıq. Bizdən. Ad hissəsi. Hazırki vəziyyətdə bizim belə deyək, faylımız yoxdur.
Fayl olmadığına görə birinci bu hissə yaranacaq. Sonra fayl mövcud olanda bura heç vaxt işləməyəcək. Ona görə adı elə bu şəkildə yazıram. Ad input. Sonra parol input. Mən nəyi deyirəm uşaqlar? Hesab bir dəfə yaradılacaq. Yəni bu hesab txt faylı bir dəfə yaradılacaq. Burada hesab bir dəfə yaradılacaq. Və ora qeyd ediləcək. Ondan sonra bu hissə var. Bu hissə həmişə false olacaq axı. Necə false? Dərci bu yox, bu hissə. Bu hissə həmişə false olacaq. Niyə? Çünki hesab txt faylı yaradıldı. Bunun nəticəsi true-dur. OS path exast faylın nəticəsi true olacaq. Çünki hesab txt var. Not da qoymuşuq qabağına onu false eləyəcək deyə bu hissə heç vaxt çalışmayacaq bir də. Ona görə həmişə nə olacaq? Bu hissə çalışacaq, bir də bunun altındakı hissə. Ki adı yaz. Artıq bu giriş hissəsidir. Bir də parol yaz. Bildiniz niyə bura çalışmayacaq? Niyə buranı belə yazdı? Yəni burada bir problem olmadı ki. Xeyr, mənim problem yoxdur. Tamam. Vizopen. Sual olduqca deyin. Faylımızın adı. Hansı modda, hansı rejimdə açırıq, hansı modda açırıq. Belə də deyə bilərik. Problem deyil. R rejimində açmaq istəyirəm. As F qoyamadım. Read eləyək nəyi? Read eləyək nəyi? Sətir-sətir oxuyaq deyə. Belə bir şey deyək. Qeyd elədiyimiz adda, yəni qeydli ad. Qeydli adı eləyirik. F.readline. F.readline. Yəni bu birinci sətir gələcək bura. Bundan sonra bir dənə də readline eləsəm ikinci sətir gələcək. Niyə görə readline yazdım? Çünki biz burada drop-n-dən ayıracaq olarım. Burada hesab txt-də onlar alt balta düşəcək də. Ona görə readline-dan oxumaqla. Bir də strip verək ki, bayaqkı kimi səliqəli görünsün. Strip-i də yazaq. Çünki bilirik ki, buradan bura qədər artıq bir string hissəmiz var da bizim. Onu strip eləyə bilərik. Bir də qeydli parol. Qeyd elədiyimiz parolda, yəni qeydli parol. Bu da. Yenə f readline nöqtə strip eləyək bunu da. Nöqtə strip eləyək. Sonra da şərti yoxlayaq. Şərti yoxlayaq ki, bizim burada adı parolda daxil elədiyimiz adla parol, bu qeyd elədiyimiz hesab txt-yə qeyd elədiyimiz adla parolla eynidirsə, hesaba giriş əməli olsun. Yəni uğurlu olsun. Yox deyilsə, uğursuz olsun. Yəni bildinizsə bu qeydli adla qeydli parolu niyə daxil elədik? Bu konkret hesab txt-dən götürülmüş hissələrdir. Sən oradan data çəkirsən. Hesab txt adında bir dənə notepad var, beləsinə bir txt-dir. Sən buradakı sətirləri bir dənə dəyişənə mənimsədirsən və onları sonradan daxil elədiyin ad parolla müqayisə edəcəksən. Ona görə bir dənə if yaradırıq ki, if ad bərabərdirsə qeydli parol yox, qeydli ada. And parol bərabərdirsə qeydli parola print yazsın ki, giriş uğurlu oldu. Else verək, print, giriş uğursuzdur. İndi proqramımızı çağıraq. Hesab login adında bir proqram çağırıram. İndiki vəziyyətdə icra eləyəndə nə olacaq? Əvvəlcə hesab yaradılmalıdır. Çünki niyə? OS path exist file false verdi. Çünki belə bir hesab txt adında bir faylımız yoxdur. False-un notu əksi, yəni true-dur. True olduğuna görə bunun daxili icra olunacaq və mənə print əvvəlcə hesab yaradılmalıdır mesajı gəldi. Mən bir dənə hesab yaradıram. Məsələn, Turan error 013 adında bir hesab yaradıram. Parol qoyuram, məsələn, Turan 2005. Всё, hesab yaradıldı və hesab txt faylına əlavə edildi. Gördüyümüz kimi sətir-sətir buraya əlavə edilib bu. İndi mən təzən proqramı çalışdıranda gördüyümüz kimi hesab girişi gəlir artıq. Artıq bu hissə gəlmir. Necə ki sən girirsən bir sistemdə login eləyirsən, sən bir sayta qeydiyyat eləyəndə, hər hansısa bir sayta qeydiyyat eləyəndə təkrar-təkrar sənə demir ki, qeyd ol.
O maksimum bir həftədən sonra, 7 gündən sonra, bir aydan sonra sənə deyəcək. Onların önbəllik saxlama müddətləri olur. Ki, o müddətdən sonra sənə yoxlamaq üçün deyəcək ki, və yaxud çox təhlükəsiz qorunan sistemlərdə, çox necə deyim, güvənliyə önəm verilən sistemlər kimi, məsələn, Pioneer-dir, Ebaydı falandır. Bunlarda tez-tez olur. Bir gündən bir sən hər gün gələ, nə bilim, login, parol yazıb girəsən bura. Təhlükəsizliyi təmin eləmək üçün. Hə, bax həmin vəziyyətdir. Sən artıq hesab yaratmısan, artıq səndən login istəyir. Necə deyim, registrasiya istəmir də. Bax bu sistem eləsinə çalışır. Bunu not eləyirsən, inkar edirsən ki, artıq mövcuddursa bir hesab. Da səndən hər dəfə siqnap istəməsin, registr istəməsin. Sadəcə sənin istədiyin özəl məqamlarda, o özəl məqamlarda şərt operatorlarından yarada bilərsən. Necə ki biz burada yaratdıq. Sizlə giriş-çıxış sistemləri biz işləmişik, mən biləm. Məsələn, Turan Erer 013 yazın. Parol da Turan 2005 yazın. Giriş uğurlu oldu. Hesabıma giriş eləyə bildim. Yenə hesab girişi gələcək. Məsələn, Vaqif yazın. Vaqif 2006 yazın. Giriş uğursuz olacaq. Yəni, burada da vəziyyət beləsinədir. Bu kodumuzu başa düşdük. Bir problem var. Xeyr, mənim problem yox. Aydındır. Tamam, əla. Burada yəni diqqət eləməli olduğumuz məqamları məncə hamısını qeyd elədik, hamısını dedik. Yəni elə bir çətinlik məncə qalmadı. Yenə də baxın, nəsə bir sualınız varsa deyin. Yoxdur ki. Mən inanmıram ola, çünki əslində gördüyümüz kimi bir maraqlı mövzudur bu fayl input-output sistemləri. Qəşəng məsələn kənara inteqrasiya elədiyimiz bir mövzulardır, nümunələrdir ki, bu bizə çox lazım olacaq mövzudur və istifadə edildiyi müddətdə də bu şəkildə, səliqəli şəkildə istifadə edilsək, heç bir xətamız olmur. Diqqətlə işləsək. Nə bilim, ta rejimə metod deməsək də mənim kimi. Belə işləsək, qəşəng, necə deyim, proqramlar ortaya çıxara bilərik. Hətta bunu klasslarla inteqrasiya eləsək, görün necə maraqlı proqramlar çıxar. Təkcə hələ bu funksiya ilə qarşılığı ilə yaranan proqramlardır. Siz artıq klasslarla real bir proqram nümunələri işləyə bilərsiniz ki, onlar sizin işinizi asanlaşdırır, işinizi görər. Bax belə. Məsələn, sizə bir tapşırıq gələ bilər ki, Notepad faylını açmadan, TXT faylı yaratmadan girin bunu Pythonda işləyin. Pythona bu Notepad faylına bu məlumatları əlavə edin. Gələrsiniz bir dənə Pythonda yaradarsınız, hazır tez bazar. Notepad istifadə eləmədən həm faylınızı yaradacaqsınız, həm oraya əlavə məlumatlar ekləyəcəksiniz, üzərində əməliyyatlar edəcəksiniz. Belə proqramınızı ortaya çıxaracaqsınız. Baxın bir dənə sahada 43 dəqiqədə. Əslində bir dənə ağlımda class şeyi var, nümunəsi var. To-do'ya aid. To-do'nun biraz genişlənmiş olması. Yəni bunlara nisbətən o biraz maraqlıdır. Bir dəqiqə mən nə edim? Sildim bu hesab giriş simulyasiyasını. Hə, getmişdi az qala. Siz də demirsiniz ki, müəllim bəs nə edirsiniz? To-do'ya aid bir nümunəni klasa çevirmək olar. Beynimdə biraz var. Prosta biraz uzun gedəcək. Məncə vaxtımız var, işləyək. Siz nə deyirsiniz? Yorulmamısınız? Xeyr, mənim heç problem yoxdur. İşləyək. Tamam. İşləyəməm. Onda klasslarla qəşəng bir dənə maraqlı mövzu işləyək. Hətta burada seçimləri də əlavə edək. Çıxış, giriş sistemləri də olsun. Yəni hər hansısa bir şəxsin, belə deyək, şəxsi to-do layihəsi olsun burada. Yəni ventilyatoru söndürüm. Всё. Maraqlı bir dənə nümunə istəyirəm ortaya çıxardaq. Qəşəng, yəni uzun sətirli bir kod olsun. Maraqlı
Nümunə. Adını da qoyaq to do up. To do up qoyuruq bunun adını. Mesela başlayaq. Yavaş-yavaş başlayaq. Xeyirli olsun inşallah. Bir xəta ilə üzləşməliyik. Bir dənə OS modulunu həmişə kimi çağıraq. Yəni bu OS patch exist bizə lazım olur. Fayl mövcud olmayanda. Klassımızın adını qoyuruq to do up. To do up qoyuram. Bu şəkildə. Özümüzə aid konstruktor funksiyamızı çağırırıq. Bu yadımızdan çıxmayıb yəqin ki. Faylı mən burada yaradıram və faylın adını da elə burada verəcəm. Tabii bir də təzədən təkrar niyə edirəm? Task.txt adında bir faylımız var. Task yazaq yaxşı. Ya da elə tapşırıqlar yazaq. Azərbaycan dilimizdə nə olur? Tapşırıqlar txt adında bir şey qoyuram bunu. Mənimsətməni yəni beləsinə qoydum. Save file bərabər olacaq elə fayla. Artıq bu öz görünüşünü, öz formasını aldı. Ki bunu biz başqa funksiyalarda işlədə bilək klassın daxilində. Bura bir qeyd ataq ki, fayl olmasa, onu da OS modulundan istifadə edək. If not OS path exist file daji self file artıq. Self file yazmalıyıq. Olmasa, yəni false olsa boş yaradılsın. Faylımız bir dənə yaradılsın. Prosta boş bir şəkildə yaradaq. Pas verəcəyik onun ortasına. Nəsə, with open. Bu onsuz da bir dəfə çalışan bir şeydir. Bunda, burada yenə self file yazacağıq. Çünki dəyişən olaraq artıq self file ilə istifadə edirik. Sadəcə bu fayl o mənimsənmiş parametrdir. Self file və bunu write metodu ilə açacağam mən. Problem olmayacaq. Bunu da pas verək. İndi gəlin baxaq niyə problem olmur. Yəni bunu da ehtiyac yoxdur as if yazın. Çünki onun üzərində bir əməliyyat eləməyəcəm. Sadəcə fayl yaransın və dayansın. Nəyə görə? Bayaq sizə izah elədim həmin hissəni. Əgər tapşırıqlar txt adında bir fayl yoxdursa, neyəcək? Bu true gələcək. Write da dedik ki, bir dənə boş fayl yaradır. Boş fayl yaratsın, dəyməsin. İndi ikinci dəfə bu şərt yoxlananda biz proqramı icra edəndə artıq bu false olacaq deyə, bu hissə true, onun da qarşısında not olduğuna görə false olacaq deyə bu hissə heç çalışmayacaq. Heç bundan sonrasını da yazmağa dəyməz. Elə bu şəkildə qalsın. Əgər ehtiyac olsa gələrik nəsə yazarıq. Və ən pis halda sən bura gəlib şey ata bilərsən. Print ata bilərsən ki, boş fayl yaradıldı. Heç pası, məsələn, pas əvəzinə onu da ata bilərsən. Yəni, qoy pasımız qalsın elə burada ki, biz sonrasını yazmırıq. İndi bir dənə funksiya yaradırıq burada. Burada yaradırıq. Tapşırıqları göstər adında. Tapşırıqla gelmişikdə task yazmıram. Tapşırıqları göstər adında. Bir dənə funksiya yaradaq. Print versin təbii ki, burada bir dənə maraqlı şəkildə göstərilmişdi drop-in ilə. Ki, tapşırıq siyahısı olsun. Tapşırıqlar siyahısı düz olmaz. Az linə diqqət edək. Tapşırıq siyahısı bunlardır. Yenə bir dənə with open edirik. Bu dəfə də write metodu ilə yox, read ilə açacağıq. Save file. Read metodu dedim yenə. Read rejimi ilə açırıq bunu. Artıq burada as if eləyə bilərik, as m eləyə bilərik, t eləyə bilərik. İndi nə üzrdən keçirsə. Çünki onu istifadə edəcəyik. Tapşırıqlar adında bir dənə dəyişən. Yaradıram. Bundan istifadə eləməmişik ki, ya txt-də istifadə eləmişik. Bu dəfə readlines-dan istifadə edəcəm. Readlines sətirləri siyahı kimi qaytarırdı bizə, yadımızdadsa. Biz ondan istifadə eləməmişik nümunə kimi. İlk dəfə indi istifadə edəcəyik. f.readlines bunu bizə sətirləri siyahı kimi qaytaracaq. Readline-dan fərqli olaraq. Write lines da vardı. Siyahıları sətrə çevirirdi yazanda. Bax, beləliklə qarışıq metodlar var. If not tapşırıqlar adında bir şey yazıram.
Əgər ki tapşırıq boş olsa, tapşırıq siyahısı boş olsa, bu o deməkdir. Yəni əgər bir listin içi boşdursa, o false deməkdir. Bir dictionary-nin içi boşdursa, bir setin içərisi boşdursa, false deməkdir. Mən bunu sizlə izah eləmişəm. Əvvəlki dərslərdə bunu sizə demişdim, elə yadınızdadsa. Print tapşırıq yoxdur. Print tapşırıq yoxdur. Mesajı gəlsin bizə. Else-mizi qeyd edirik. Else-mizi qeyd edirik. Enumerate-dən istifadə edək. Enumerate eyni vəziyyətdə nə edirdi? Yadınızdadsa, həm sıra nömrəsi yaradırdı bizim üçün, həm də elementləri mənimsədirdi. İstədiyimiz indeksdən başlayırdıq onları nömrələməyə. 2 dənə dəyişənin köməyi ilə i və məsələn sətir qoyaq. Köməyi ilə bir iterasiyanı fırladırdı və iterasiyadakı elementləri i-ni neçədən qoyurduqsa başlayırdı ondan nömrələməyə. Az-maz yadımızda qalıbsa, bax beləncə nə idi? Dəqiqə necə yazılırdı? Enumerate. Yazılır. Bura yazırıq tapşırıqlar. Çünki bu list olacaq, bir iterasiyadır. Bir də nəyə veririk? Start veririk ki, i neçədən start eləsin? 1-dən. Всё. i 1-dən başlayacaq. Bura bir dənə qoşu nöqtəmizə qoyduq. Printimiz necə olsun? F-string atırıq bura bir dənə. 1 deyirəm, i olacaq. Bura nöqtə qoyacağıq. Yəni hər bir i nöqtə. Tapşırıqların siyahısını indi şeylə elədik. Elə bil ki biz bunu i ilə rəqəmlə elədik. Məsələn bu olmasaydı, enumerate-siz yazsaydıq, məsələn dictionary-də key value kimi. Məsələn onların əvəzinə boş bir dənə qutucuqlar qoya bilərdik. Ki hər bir qutucuq və qarşısında tapşırıqlar, sonra gəlib o qutucuqları doldurmaq zadı biraz uzun məsələdir. Salamatı budur, rəqəmlə sıralanmış olsun. Bir də sətr strip eləyək. Sətr strip eləyək ki, səliqəli şəkildə düzülsün. Xarakterlər, sadəcə xarakterlərdən ibarət olaraq. Bu belə. Bu ilk funksiyamız. Bu aydın olar məncə. Burada bir problem olmaz. İndi indən belə qəşəng. Tapşırıq əlavə et. Tapşırıq əlavə et. Əlavə et. Yaxşı, belə yazaq. Bir bu olacaq. Bunu pas veririm. Bir də def tapşırıq sil adında bir dənə lap yazaq. Biraz uzadaq məsələni. Tapşırıq sil. Buna da bir dənə pas verək. Bir də menyumuz olsun. Ki proqramda nələr var. Bunu da pas verək. Məsələn menyuda nə olacaq? Tapşırıq göstər, tapşırıq əlavə elə, tapşırıq sil və çıxış əməliyyatları. Bunu məsələn qeyd edəcəyik. Bu dəfə dövrdən istifadə edəcəyik ki, o bricklə yaddan şey eləyərik, qatdalayarıq məsələn. İndi tapşırıq əlavə elə yazaq. Ən uzun hissə menyuda olacaq. Tapşırıq əlavə et elə uzun olmayacaq. Görün neçə sətir yaxşı proqramlar qədər kod yazmışıq. With open tapşırıq əlavə eləmək artıq bizim üçün asanlaşıb. Self file hansı metodda açacağıq? Bizə tapşırıq nəsə əlavə eləmək üçün ən uyğun metod yox, mod, rejim. Append rejimidir. As f eləyirəm. As f elədim. F write eləyirəm nəyi? Yeni tapşırığı, yeni bir mətni. Yeni bir mətni əlavə edəcəyik. Sadəcə o mətni qeyd eləmək lazımdır. O mətndə harda qeyd eləyək? Gəl bunu parametr kimi burada qeyd eləyək. Bax, bunun mətni mən bura atıram. Sonradan bu funksiyanı çağıranda o mətni ora qeyd eləyərik. Yaxud da axırda bir dənə input verərik. Həmin o parametri, həmin o input verdiyimiz dəyişəni bu parametrə mənimsədərik. Hələ ki belə eləyək. Mətin plus yenə drop n ilə verək. Drop n. Bu şəkildə burada qalsın. Bir dənə də print veririk ki. O turpuçka işarəsi burada yoxdur. Nəsə v qoymanın əvəzinə. Ya da qoymuram. Smiley kopyalamaq əlindən deyə tapşırıq. Ondan sonransa belə bir şey deyəcəm. Daha maraqlı görünür. Tapşırıq əlavə edildi. Всё. Belə səliqəli görünsün. Keçək indi tapşırıq silə. Tapşırıq sildə biz nə edəcəyik? Yenə viz eləyəcəyik.
with open. İndi tapşırıq silmək üçün burada indeks qoyaq. Burada indeks qoyaq ki, nəyi siləcəyik də indi biz? Buradakı sətirləri siyahıya çevirək və siyahındakı elementləri də indeksinə görə silək. Self file yenə oxuma rejimində düz dedim bu dəfə açırıq. Oxuma modunda rejimində açacağıq. As F eləyirəm. Tapşırıqlar adında bir dənə. Burada hərf düzgün. Məsələn, burada tapşırıqlar yazmışam. Burada tapşırıqlar. Nəsə heç nə olmaz. Bunu readlines-dan açıram. Yəni siyahıya çevirirəm sətirlərimi. İndi şərtləri qoyuruq. Ki, oradan faylı necə siləcəyik? Əgər ki indeks nömrəsi sıfırla ümumi siyahının uzunluğu arasındadırsa, şərti ilə qoyaq ki, məsələn, silən adam da gəlib bura 50-60 yazmasın da. Nə qədər tapşırığımız varsa, o sıfırla ümumi tapşırıq sayı arasında olmalıdır ki, sən neçənci tapşırığı silməlisən də. Len. Tapşırıqlar, elə bu. Əgər indeks nömrəsinin yəni qiyməti sıfırla bu uzunluq arasındadırsa, silinən adında bir dənə dəyişən yaradıram. Silinən adında bir dəyişən. Və tapşırıqları artıq bu bir siyahıdır. Nöqtə qoysuz siyahı metodları gələcək burada gördüyümüz kimi. İndeksə görə silmək hansı idi? Pop idi. Burada yazırıq indeks. Всё. İndeks. Hətta indeks yazmayaq. Bura indeks -1 yazacağıq. İndeks -1 yazacağıq. İndeks -1 yazaq. +1 yazacaqdıq, yoxsa -1. Bir dənə fikir verim. Yox, bir dənə əvvələ qaydaq. Tapşırıqları göstər adında bir faylımız var burada. Sətirə görə. -1 qoyaq. Nəyə görə? Çünki biz bilirik ki, bu birdən bir vahid yuxarıdan nömrələnir də. Siyahıda hər dəfə, ümumiyyətlə bütün iterasiyalarda elementlər sıfırdan nömrələnir axı, düzdür? Bizdə onları birdən başlamışıq nömrələməyə. Yəni bir vahid yuxarıdan nömrələmişik. Sən məsələn 3-cü tapşırığı silmək istəyirsənsə, 2 yazıb siləcəksən. Bir dənə fikirləşim. İndeks -1. 3-cü tapşırığı silmək istəyirəmsə, əslində nömrə olaraq düzdür. Popun indeksinə görə o düz gedib sıranı tapacaq. Nəsə, bunu proqram icra olunanda fikir verərik. Ya +1 olacaq, ya -1. Hələ ki belə qalsın. Mən o hissəni məncə -1 olacaq. Çünki burada bir vahid yuxarıdan nömrələmişik. Ona görə -1-ləri silmək lazımdır. Ora narahat olmayın, oranı həll edəcəyik indi. Məsələn də indi mən birinci tapşırığı silmək istəyirəm. Əslində o birinci tapşırığın sadəcə qarşısına 1 yazılıb da. Özü sıfırıncıdır axı, düzdür? 1 -1 sıfırıncıyı silsin. Və bu tapşırıqlar readlines-dan siyahıya çevrilib. Readlines-ın ilk elementi 0-cı indeks olduğuna görə mən 1-i siləndə həmin o 0-cı silinəcək. Düz yazmışam elə, düz fikirləşmişəm. Siz bu hissəni başa düşdünüz niyə? Mən bunu indeks -1 ilə götürdüm. Biraz baş qarışdıran hissədir. Həsən Vaqif. Burada bir sualınız varsa deyin. Aydınım. Tamam. Şərti belə verdik, silinəni yazdıq. İndi gəlin bunu bir də təzədən WizOpen-lə write metodu ilə açaq. Write rejimi ilə açaq. Self. Burada da self file yazmaq daha çətin imiş. Bunu bu dəfə W rejimi ilə açacağam. As if. Bu dəfə write lines-dan istifadə edəcəm. Write lines-dan niyə istifadə edəcəm?
Siyahının sətir kimi yazdırmaq üçün, bunu istifadə edəcəm. Və tapşırıqları oraya yazacağam. Heç biz burada bu silinənə əslində ehtiyac yox idi. Prosta silinəni göstərmək üçün buradan yazmışıq. Biz bilirik ki, nəyisə silmək üçün bunu mənimsətməyə ehtiyac yoxdur da. Bu onsuz da o əməliyyat yerinə yetiriləcək. Məsələn, tapşırıqlar hazırda readlines olaraq sətir kimi oxunur. Biz sətirdən elementi sildik. Sonra onu təkrar yazdırmaq istəyəndə, silinəndən sonra fayl təzədən yaradılacaq və write lines siyahı elementini, siyahı data tipində olan elementləri sətir kimi yazdıracaq ora, string kimi yazdıracaq. Bax, ona görə burada write linesdan istifadə edirik. Bir dənə bura qeyd atıram ki, siyahı elementlərini sətir kimi yazdıracaq. Bax, bunun da məqsədi burada budur. İndi bura bir dənə print atırıq. Ki, bu silinəndən də istifadə edək. Ta ora boş-boşuna yazmış kimi olmasın. Bir dənə, yox, bu F-i çöldə qoymalıyam. Sadəcə bura nida qoyum, maraqlı görünsün. Silindi. Nə silindi? Silinən nöqtə strip. Всё, bu silindi. Bu tapşırıq silindi. Else qoyuram, else. Əks halda indeks məsələn, orada 10 dənə tapşırıq var, adam gəlib 15 yazsa nə olacaq? Print. Bura bir dənə nida. Belə nömrədə tapşırıq yoxdur yazsın. Belə nömrədə tapşırıq yoxdur. Всё. Bu da belə. Sil funksiyası da yəqin ki başa düşdük. Sil funksiyasını da başa düşdük. Görün nə boyda proqram yazmışıq. Hələ bu menyu nəhayət menyuya da gəlib çatdıq. Menyu daha girintili olacaq. Menyuda while true-dan istifadə edəcəm. Proqramımız dayanmasın, icra eləyəcəm. Bura bir print. İlk printimiz nə olacaq? İlk printimiz olacaq ki, tapşırıq menyusu. Tapşırıq menyusu. Bir dənə boşluq, 4 dənə bərabər. Burada bunu silək. İkinci menyu. Burada təbii ki də hər funksiya üçün bir dənə menyu əlavə edəcəyik. 1. Tapşırıqları göstər. Print. 2. Yeni tapşırıq əlavə eləyəcək. İkinci funksiyamız odur. Yeni tapşırıq əlavə et. Üçüncü. Tapşırıq sil olacaq artıq. 3 nöqtə. Tapşırığı sil. Print. Dördüncü. Çıxış. Bunda heç olmayan Azərbaycan dilində yazaq. Bu da çıxışdır artıq. Yəni, ümumiyyətlə, break versin, bu while true, sonsuz dövrə dayandıraq. Bu da bunun üçün olsun. Seçim yaradırıq həmişəki kimi. Input file tipində yaradırıq. Seçiminiz 1, 2, qoşu nöqtə. Yox, 1, 2 nədir? Burada çox olacaq seçimimiz. 3, 4 da var hələ. 3, 4. Başlayırıq. If seçim bərabərdirsə 1-ə. If seçim burada asan olacaq. Self tapşırıqları göstər. Bu funksiya çağıraq. Baxın bir dənə həbsə. Self tapşırıqları göstər. Funksiyasını çağıraq. Qalanın özünü həll eləsin. Elif verək. Çünki bilirsiniz niyə self-dən çağıram mən onu. Bunlar hamısı eyni, gördüyümüz kimi eyni səviyyəli funksiyalardır ona görə. Self-dən çağıraq. Eyni klasın tərkibində nə olsunlar? Elif seçim bərabərdir 2. İkincimiz nə idi?
tapşırıq əlavə etməkdir. Self tapşırıq əlavə et. Tapşırıq əlavə et və burada bizim şeyimiz vardı. Mətn adında parametrimiz vardı. Hə, bax bu. İndi bunu qeyd eləmək lazımdır ki, nə əlavə eləyəcəksən sən? Mətn adında bir dənə input fayl yazıram. Birdə yox idi o. Yox, birdə yox idi. Birdə sadəcə göstərməkdir. Yeni tapşırıq əlavə et. Yorulmamısınız məncə uşaqlar. Bu hissələrə diqqətlə baxın. Maraqlı bir proqram yazırıq ortaya. Burada mətni yazırıq. Parametr kimi funksiya çağırırıq axı. Nə sualınız olsa tez deyin. Ki, mən bitirməmiş vaxtında izah edəyək keçək üstündən. Seçim 3-də də vardı. İndeks var artıq tapşırıq sildə. İndeksimizi ədədlə daxil edəcəyik. Int input ki, hansı tapşırığı silinəcək? Silinəcək tapşırığın nömrəsini daxil et. Silinəcək tapşırığın nömrəsini daxil et. Və bizim qarşımızda olan nömrələri mütləqdir ki, öz indeks nömrəsindən bir vahid yuxarı olacaqdır. Niyə? Çünki biz onu sıfırdan yox, İnşallah tapacağıq. Sıfırdan yox, birdən başlamışıq nömrələməyə. Bax bu səbəbdən. Silinəcək tapşırığın nömrəsini daxil et. İndi funksiyamızı yenə çağırırıq. Self tapşırıq əlavə et, yox. Tapşırıq sil və burada indeksimizi qeyd edirik. Elif seçim 4. Elif seçim 4. Burada da bir dənə print gəlsin ki, proqramdan məsələn çıxılır. Nöqtə. Burada nə veririk? Break veririk. Dövrümüz sonlansın. Bu da belə. Burada bir dəqiqə baxaq, niyə qırmızı xətt keçdi. Sizə görən kimi qorxdu. Qırmızı xəttə getdi. Print. Dırnaq içərisində bura bir dənə yanlış seçim atırıq. Yanlış seçim. Nöqtə. İdadajı. Vəsə. Nəhayət proqramımızı bitirdik. 151-dən bu neçə sətirdə yazmışıq biz bunu? Dayanmırıq bir yerdən. 54 sətr göstərir. 54 sətirdir ki, biz proqram yazırıq. Həqiqətən də uzun bir proqramdır. Yəni, əvvəlin yazanda sonu yadından çıxa bilər, sonun yazanda əvvəli yadından çıxa bilər. Burada da proqramımızı işə salaq. Bir dənə app adında obyekt yaradırıq. Təbii ki, bu class olduğuna görə. To app mənimsətdik. Appimizi necə çalışdıracaq? App.menu. Vəsə. Bir dənə bunu belirləyəcəyik. Vəsə. İndi burada biz nələri yaratdıq? Nələri öyrəndik? Bir dənə to app adında sinif yaratdıq. Init funksiyası ilə faylın olub-olmadığını yoxladıq. Biz bu hissəni çoxdan keçmişik. Niyə pas verdim falan kimi. Artıq burada məncə bir problemimiz olmayıb. Yəni viz bildiyimizdə faylı oxumaq, yazmaq üçün istifadə elədik. Viz open falan filan. Bu dərsimizin mövzusudur. Readlines faylı sətir-sətir oxuyur. Onları siyahı halına gətirir. Writelines siyahını fayla yazır. Siyahını sətir kimi fayla yazır. Enumerate tapşırıqları nömrələyir. Yəni rate də orada rate qiymətləndirmə deməkdir, səhv eləmirəmsə, o da onunla əlaqəli. Num rate. Yəni num orada nömrə deməkdir. Strip hər sətrin sonundakı boşluqları məsələn silir. Burada sonra gözümün gördüyü nə var? Onlardan deyim. Try exit istifadə elədiyimi burada? Try exit. Try exit istifadə eləməmişik gördüyüm qədərilə. Ehtiyac olmayıb yəni. Notdan istifadə eləmişik. Notu bilirik məsələn. Hələ ki proqramı bu şəkildə eləmişik. Bu proqramı genişləndirib necə eləyə bilərik? Məsələn, tapşırıqlara tarix əlavə eləyə bilərik. Tamamlanmış tapşırıqları ayrıca qeyd eləyə bilərik. Əvvəlki nümunədə məsələn şifrə ilə giriş eləyə bilərik. Tapşırıqlara baxmaq üçün şifrə istəsin bizdən. Hər istifadəçi üçün ayrıca fayl yarada bilərik. Məsələn, beləsinə bir ideyalar da var. Məncə əsl
necə deyim, maraqlı bir kiçik layihə halında hazırlana biləcək bir proqramdır. Yəni bu ideyaları da sizə göndərərəm. İstəsiz evdə fikirləşərsiniz. Yaxud da alınmasa gələn dərsə lap onu işləyərik. Belə. İndi bir dənə proqramımızı çalışdıraq, görək xətamız varmı? Artıq menyunu birbaşa çağırtdı. Boş fayl yaradıldı ilk olaraq. Boş faylımız hansı faylımız yaradıldı? Hansı faylımız yaradıldı? Baxın bir dənə. Hələ ki bir fayl yaradılmayıb. Bir dənə tapşırıqlar göstər yazısı. Tapşırıq yoxdur. Belə bir şey gəlir. Yeni bir dənə tapşırıq əlavə etmək istəyirəm. Məsələn, kitab oxu. Tapşırıq əlavə edildi. Bir dənə tapşırıq eləmək istəyirəm. Məsələn, ingilis dili öyrən. Bir dənə tapşırıq əlavə etmək istəyirəm. İmtahana hazırlaş. Bir də tapşırıq əlavə edək. Nə bilim, podcast dinlə. Belə bir şey əlavə edək. Podcast dinlə. Və tapşırıqları göstərək. Tapşırıqları göstərdi, nə gəldi? 1 kitab oxu, 2 ingilis dili öyrən, 3 imtahana hazırlaş, 4 podcast dinlə. Mən istəyirəm podcast dinlə tapşırığını sileyim. Silinəcək tapşırığın nömrəsini yazıram. 4 yazıram və burada indeksi 4 qeyd edirəm və indeks -1 3 olur. Bunu bir siyahıya çeviririk deyə 0 bir dəqiqə səhv yerdən başladım. 0 1 2 3 bu silinəcək. Belə nömrədə tapşırıq yoxdur. Niyə? Belə nömrədə tapşırıq yoxdur. Gəldi, başa düşmədim. Bir dənə baxaq bura. İndeks bəlkə bunu, gəl bunu. Bunu kiçik qoymuşuq, gəl bunu bərabər qoyaq. Bunu bərabər qoymalıymışıq məncə. Bərabər qoysaq daha yaxşı olar. Çünki mən nəzərə almadığım bir məsələ var ki, burada. Mən indeksə görə bunu belə qoymuşam. Amma bizim ağlımıza gəlmədi ki, biz bunu 1-dən başlamışıq da nömrələməyə. Bunun uzunluğu nədir? Bax, bunun uzunluğu 4-dür. Mənim silmək istədiyim nömrə neçədir? O da 4-dür. 4 4-dən kiçik deyil, amma 4 4-ə bərabərdir, düzdür? Bax, buradakı kimi. Bunun uzunluğu 4-dür. 4 dənə burada element var. 4 dənə sətir var. Və mən də 4-ü silmək istəyirəm. 4 4-dən kiçik olmadığına görə deyir, belə bir tapşırıq yoxdur. Bir də təzədən icra edək. Onsuz da tapşırıqlar TXT-də mənim tapşırıqlarım qalır. Bax, proqramı təzədən çalışdırsam da, yəni çıxış verib təzədən çalışdırsam da tapşırıqlarım qalır. Silinəcək tapşırığın nömrəsini daxil elədim. Silindi podcast dinlə. Silinən tapşırığı da məsələn bizə yazır. Bax, bu da belə. Bir dənə də çıxış veririk, proqramdan çıxılır və proqram bağlanır. Və gəlirik, görürük ki, podcast dinlə silinib. Necə bir proqramdır? Maraqlıdır, xoşunuza gəldi. Bəli. Yəni Həm maraqlı, həm də uzundur. həm uzundur, həm maraqlıdır. Biraz başımızı, beynimizi işlətdi. Yəni başımıza aşdı əməlli başlı bu proqram. Və bizim neçə dəqiqəmizi? 13 dəqiqə oradan 26 dəqiqəmizi həsr elədik bu proqrama. Yəni sadəcə 26 dəqiqə ilə kiçik bir şey də olsa maraqlı bir şey yaratdıq. Amma mən buna məsələn əlavələr fikirlərim var ki, məsələn hər tapşırığa tarix əlavə eləmək var, tamamlanmış tarix tapşırıqları əlavə qeyd eləmək var. Sonra şifrə ilə giriş əlavə eləmək olar. Hər bir istifadəçi üçün xüsusi tapşırıqlar yarada bilərsiniz, məsələn. Ayrı bir faylda saxlasın. Belə imkanlar var ki, məsələn, bunları artıra qəşəng bir proqram eləmək olar. Məncə də yaxşı tapşırıq olar sizin üçün. İndiyə kimi keçdiklərimizin nümunəsi. Belə. Bir sual yoxdur ki. Xeyr, mənim aydın. Əsas odur mövzumuz aydın olsun. O
o mövzunun üzərində gördüyümüz kimi qəşəng nümunələr işləmək olur və belə bir şeylər ərsə gətirdik. Sual yoxdursa inşallah növbəti dərs 6-cı gün görüşək. Bu nümunənin davamını işləyərik, lap olmasa başqa nümunələr işləyərik. Yavaş-yavaş, yəni zaman-zaman qəşəng beləsinə böyük layihələr işləyəcək. Hələ bunlar sadə işlərdir, sadə dərslərdə bunu deyə bilərəm indidən. İnşallah növbəti dərslərdə görüşərik. Yenə də sualınız falan olsa mənə yazın, mənə